çətindir. Biz əslində Sudur kəndi var. Sudur kəndinə getməsi. Sudur, buradan da yol var. Sudurun elə bir ki, Sudur özü bir yerdədir. Amma onun balaca kəndlər ətrafda var. Hə, ştatlar var onun. Hə. Əmi dedi elə avtobus işləmir ora. Yox, avtobus yoxdur. Ancaq böyük oazlarla var. İndi bu Yerləşmə necə olub? Yəni ilk dəfə. Bura çox tarixi kənddir. Buradan köçmə Qəbələdə bir dənə Ləzə kəndi var. Onlar buradan köçmələrdir. Hə. Burada yaşayıblar, sonradan Burada köçüb. yaşayıblar. Yəni burada çətin dağlıq zona olduğuna görə gediblər orada meşəlik falan, odun yandırmaq falan var deyə gedib məskunlaşıblar orada. Hə. Bəs belə əhali hal-hazırda nə qədərdir burada? Əhali Neçə nəfər 185 nəfər yerli əhali yaşayır. Hə, sırf bu kənddir. Sırf kəndlər. Amma gəlmələr çoxdur da, gəlmələr orada. İş quranlar falan, nə otel falan. 3 dənə ev 93-cü ildə selin altında qalmışdı. Yolu gördük, yola pis təsir eləyib. Yola pis təsir. İndi asfaltdır, qabaq çox çətindir. Kənd məktəbi bəs? 3 ibtidai sinifdir, 4-cü sinifə kimi. Hə, ondan sonra. Ondan sonra qıraq kəndlər, ətraf kəndlərə gedirlər. Kimisə qohumu şeydə yaşayır, ora gedirlər. Burada maraqlı şəxsiyyətlər var. Hə, bunlar Where are you from, bro? India. India. Santosh. Santosh. Santos. Yeah. City of India. India, yeah. South India. How many days you are 4 days. in? 4 days. Yeah. Do you like it? This place? Yeah, very good. Very good. The hospitality is very good. Our tea. Wonderful. And that combination of berries, no? What is the jam? What is the berry jam? This is the special for cooking for That you. is berry, huh? Mürəbbəni bəyəniblər hə. Gilas Çoxları mürəbbəsi. bəyənib. It's really nice. It's a different kind of experience. Yeah. Marketten değil de. Yeah, it's for in the Əmi maşallah universal insandır. Güzel. Çok akıllı. Nice climate. Again welcome. Yeah, thank you. Thank you. See you. Okay, let's go. Görüşürüz. Thank you. Adınız nədir qardaş? Nicat. Nicat, mənim adım Mövluddur. Çox şad oldum. Çox şad oldum mən də.